Studiyada həkim Arzu Hüseynova, həkim Elnur Rəhimov və mən Fikrət Musayev. Telefonlarımız 510-32-79 və 492-16-20 açıqdır və 69-74 SMS ünvanımız açıqdır. Bir daha xatırladıram ki, telefonlarımız 510-32-79 və 492-16-20 açıqdır və 69-74 SMS ünvanımız açıqdır ki, buyurun suallarınızı ünvanlayın və əgər düşə bilmirsinizsə zənglərinizi, suallarınızı çalışın ki, 69-74-də SMS-lər vasitəsilə ünvanlayın. Bugün istəyirik ki, artıq biz demək, həzm sistemi xəstəlikləri ilə bağlı danışırıq və demək olar ki, 3-cü həftədir ki, mədə-bağırsaq sistemindən, qaraciyərdən və bu günlərdə biz mədə-altı vəzdən danışmaq istəyirik. Mən istəyirəm ki, ilk olaraq sözü verim Arzu xanıma. Şübhəsiz ki, mədə-altı vəzinin yeri və yaxud da harada yerləşməsi haqqında danışmayacağıq. Hər halda mədə-altı vəzin nədir, hansı funksiyası var, nələri edir, bu barədə bir balaca məlumat verəcəyik ki, məlumatı olmayanlar da məlumatlansın. Buyuruz Arzu xanım. Təşəkkür edirəm. Deməli, mədə-altı vəzi insan orqanizmində öz ölçüsünə görə ən kiçik olmasına baxmayaraq çox böyük rol oynayan bir orqandır. Mədə-altı vəzi adından məlumdur ki, vəzidir və bunun bir xarici sekresiya funksiyası var, bir də daxili sekresiya funksiyası var. Və unutmayaq ki, bunun xarici sekresiya funksiyası mədə-bağırsaq sistemində həzm prosesində iştirak eləməkdən ibarətdir. Yəni, onun ifraz etdiyi fermentlər mədə-bağırsaq traktında fəaliyyət göstərir və qəbul olunmuş qidanın həzmində iştirak edir. Daxili sekresiya funksiyası isə onun hamıya məlum olduğu kimi insulin aparatının mədə-altı vəzinin quyruq hissəsində yerləşdiyi üçün bu bilavasitə insan orqanizmində şəkər mübadiləsində, yəni şəkərin tənzimində iştirak edir, glukozanın glikogenə çevrilməsində. Ona görə də mədə-altı vəzi çox böyük funksiyalara malik olan kiçik bir orqandır. Mədə-altı vəzinin bugün biz əgər həzm sistemi ilə əlaqəsindən danışırıqsa, sırf yəni xarici sekresiya funksiyasından danışmalıyıq. Mədə-altı vəzi özü çox incə orqandır və ona görə də biraz müalicəsi də biraz digər orqanlara nisbətən ağır gedir, diaqnostika da biraz ağır gedir və burada mədə-altı vəzinin zədələnməsi iki cür ola bilər. Bir var mədə-altı vəzinin özünün zədələnməsi, yəni birincili, bir də var reaktiv pankreatitlər deyirik, qonşu orqanların xəstələnməsi nəticəsində, qonşu orqanların patologiyası nəticəsində mədə-altı vəzinin bilavasitə prosesə qoşulması. Bugün bizim xəstələr çox şikayət edirlər mədə-altı vəzindən. Bir əvvəllər mən sizə deyim, Fikrət müəllim, sən deyən elə çox fikir verən yox idi. Elə hamı mədədən tuturdu, qaraciyər öd küçəsi bir növ mədə-altı vəzi unudulmuş bir orqan kimi gedirdi. Və son zamanlar artıq sizin kimi maarifləndirici verilişlərin köməyi ilə artıq xəstələrdə müəyyən təsəvvürlər yaranıb. Hətta heç bir əlaqəsi olmadan da xəstə bəzən müraciət edəndə həkim mənim mədə-altı vəzim deyəsən xəstədir. Artıq belə hardasa biraz sevindirici olur ki, nəhayət ki, maarifləndirmə öz işini görmüş olur. Ona görə də çox yaxşı olardı ki, bizim xəstələrimiz özlərində köp, ağırlıq, yeməkdən sonra biraz deyək ki, o özlərində bir növ elə həmin dediyimiz ağırlıq hissin, bəzilərində ürək bulanma verir, bəzilərində narahatçılıq verir, bəzən defekasiya aktının pozulması olur. Bu halları hiss etdikdə gəyirmə, başqa orqanlar kimi mədə-altı vəzində müayinə etdirmək məsləhət olardı. Çünki digər orqanlarda biraz prosesi tez tənzimləmək olur. Amma yaxşı olar ki, birinci mədə-altı vəzinin olmasını və yaxud inkarını biz görək, sonra digər orqanlarda olan proseslərə nəzarət eləyək. Çünki bunun çox, yenə dediyim kimi, təkcə həzm sistemində yox, ümumi endokrin sistemində də çox böyük rolu var. Təşəkkür edirəm. Bizim zənglərimiz var. Elnur həkim, əgər əlavəniz yoxsa zənglərdən qəbul edək. Alo. Alo. Bəli. Salam aleyküm. Aleyküməssalam. Sizdən bir şey soruşun, danışdığın qabağınızdan təşəkkürümü bildirirəm. Buyurun. Məndə bir neçə ildir əvvəllər başı ümumiyyətlə məndə çox azad olurdu. İndi axır vaxtlar sistit xəstəliyi olur məndə, özü çox belə ağırlı vəziyyətdə. O nədən görür, mən bilmirəm. Yüngülər, həmsi isti saxlayıraq özümü. Biraz elə bilsən ki, havaya çıxdan mən 56 yaşım var. Məndə öd kisəb əməliyyat olubdu, çıxa götürülübdü. Zov da var, düyünlü zovdur. İndi məndə bağırsaq da yəqin ki, məndə öd kisəsi xəstə olduğuna görə o vardı məndə. Həmçinin mikroblarla, təvabətlə məşğul olan adamam.
İndi məni o çox narahat elə. Elə bilsən ki, mən günlərlə bayra çıxa bilmirəm. Arzu xanım, sualınız var? Küçəyə bayrada. Yaşın Xanım, bir soruşdun, dəqiqə, dedi. Yaşın dedi. 56 yaşım var. Çoxdan narahat edir bu sistit problemi sizi Məndə xanım? uzun məsələ bir 30 il bundan qabaq bir günlük olurdu, keçib gedirsə. İndi bir 2-3 ildə məndə 47 yaşından aybaşı pozuldu. Bəli, bax elə mən onunla əlaqələndirmək istəyirdim, bəli. Təşəkkür edirəm zəngin üçün. İkinci zəngi də qəbul edək, sonra söhbəti cavablandıraq. Alo. 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 Alo, Bəli. salam Fikrət müəllim. Aleykümselam. Buyurun Qonaqları xanım. da salamlayıram. Təşəkkür edirəm. Buyurunuz. 53 yaşım var. Bəli. Barmaqlarımda, əllərimdə uyuşmalar var. Gecələr çox Keymələr məni yəni. narahat edir. Bəli. Ən çox 80% sağ əlimə düşür bunun. Şəkəri yox. Gecələr o qədər oyucumun içinə verir ağrıyı. Hətta belə ağlama dərəcəsinə gəlir. Xanım, Kəskin sizin ağrı. şəkər var? Şəkəriniz Yox. var? Yoxdur. Bütün müayinələrdən keçmişəm, kompüter tomoqraf olmuşam, ürək kardioqraması çıxıb, EKG-dan çıxmışam. Amma- Bütün aparatlardan keçmişəm. Aparatlardan keçmişsiniz. Bəli. Onurğa Elə sütunu ilə ciddi bağlı problem məsələn yox. osteoxondroz ya nəsə belə bir şey. Elə ciddi problemim heç nədə yoxdur. Elə nə olsa cüzi, heç nə. Ancaq bu barmaqlarımın uyuşması məni çox narahat edir, ən çox gecələr. Bu nədən qaynaqlandığını bilmək istəyirəm və evdə bunun Xanım, bir dəqiqə qulaq asın, tələsməyin. Biz sizə sual verək, indi siz cavab verin. Birinci növbədə qan analizi vermisinizmi? Məsələn, qanın qatılıq məsələsi var da belə. Bəli, bəli. Problem Necədir? yoxdur. Necədir? Problem yoxdur. Bəli. Amma inanılası şey deyil, ona görə ki, burada 2-3 variant var ki, o Təzyiq variantlardan... olunur ki. Xanım, sizin təzyiqiniz olunur ki? Təzyiqim yüksək olur. 140-ın məsələn 140-ın 220-yə qalxır. Bax görürsünüz, siz deyirsiniz ki, bütün müayinələrdən keçmişik, heç bir şey yoxdur. Amma əslində qalanda təzyiqiniz var, deməli hələ bir başqa problem var. Ya böyrəkdə bir problem var, ya təşəkkür edirəm zənginiz üçün. Arzu xanım, buyurunuz. Bilirsiniz, bu iki xanımın hər ikisinin deməli şikayətləri bilavasitə klimakterik dövrlə əlaqədardır. Çünki hər ikisinin yaşı klimakterik dövrə təsadüf edir. Birinci xanımda hansında ki, sistit problemi var. Bu xanımda yəqin əvvəllər tək-tək hallarda bu xanım bunu hiss edib. Sadəcə olaraq belə qadınlarda, hardasa bir 70% qadınlarda klimaks dövrü sanki sistitlə başlayır. Buna biz artıq diaqnozda qoyulur klimakterik sistit. Ona görə də bunun çox biraz uzundur müalicəsi, amma yəni bunun müalicəsi var. Belə deyil ki, tamamilə bu xanım əlin üstün ki, bu heç cür müalicə olunması mümkün deyil. Burada müalicə eləmək olar. Yəqin ki, indi Elnur doktor o öz ot dərmanlarına, bitkilərdə müalicələrindən deyəcək. Yəni, mən o hissəsinə qarışmaq istəmirəm. Yəni, burada elə bir problem yoxdur. Bu xanımı narahat eləməsin. Maddələr mübadiləsi bir balaca pozulur. Müəyyən qədər sidik turşusun miqdarı dəyişir qanda. Duzların ifraz olunması bədən həssaslaşır. Klimakterik dövrdə qadınlarda bədən çox həssas olur. Ona görə əvvəllər bəlkə də o duzun və yaxud da hansısa bir nəyinsə ifraz olunmasını orqanizm hiss etmirdi. Bugün artıq bu xanım bunu daha çox hiss edir. Yəni bu sırf klimakterik sistitdir. Bu sizi narahat eləməsə sadəcə olaraq sizə tam müayinə və müalicə lazımdır. İkinci xanım da yenə də klimaks deyir ki, mənim təzyiqim var. Təzyiq varsa, təbii ki, burada xolesterinin, qanda triqliseridlərin xolesterinin miqdarında mütləq burada artıqlıq var. Bəzən ümumi xolesterini yoxlayırlar, deyirlər ki, xolesterinim azdır. Xeyr, belə deyil. Xolesterinin yüksək və aşağı sıxlıqlı lipoproteinləri yoxlamaq lazımdır. Çünki əgər burada aşağı sıxlıqlı ola bilər ki, normadan artıqdır, amma yüksək sıxlıqlı azdır, onun hesablı ümumi xolesterinin miqdarı normadır. Amma əslində bizim üçün ziyanlı olan aşağı sıxlıqlı xolesterindir. Ona görə də mütləq bax bunu yoxlamaq lazımdır. Qanın laxtalanması heç vaxt ola bilməz burada normada olsun. Çünki yenə də təzyiqə meyillidirsə, ona görə o bilirsiniz bəzən yoxlayırlar, o qanın özünün götürülməsi böyük bir problemdir. Qanı götürür, hansı şəraitdə götürür? Oturan şəraitdə, uzanan şəraitdə, əsəbi şəraitdə yoxlanırsa, bu mütləq qanın laxtalanma sisteminə təsir eləyir. Bir də üzr istəyirəm Arzu xanım, bir də burada müayinə dövrü var. Müayinə dövründə həmən adamın hansı həkimlə aparması, bu həkimdən gedir, o bir həkimə... Bəli. Bilirsiniz, bəzən laboratoriyalar günahlandırırlar, bəzən həkimləri günahlandırırlar. Bu belə deyil. Xəstənin özünün adicə, mexaniki olaraq o qan götürülmə prosedurası düzgün aparılmayanda qanın laxtalanma sistemi, qanın laxtalanmasının öyrənilməsi
etməsi bu özü çox məsuliyyətli və zərif işdir. Ona görə də mən məsləhət görərdim. Bax, belə xəstələrimizə hətta özləri gedəndə də fikir versin. Yəni, axşamdan yeyirlər, tutaq deyiblər acı qarına gəl. Saat 12-yə kimi yeyirlər, hansısa bir qidanı qəbul edirlər və yaxud da 1 litr marsoklu içirlər şirəsi. Səhər gedirlər, qanın laxtalanmasını yoxladılar. Təbii ki, burada istər-istəməz, bəli. Ona görə də ümumiyyətlə hansısa müayinəyə getmək üçün, hansısa qan müayinəsini etmək üçün heç olmasa həmin gündən bir gün əvvəl artıq biraz pəhriz şəraiti saxlamaq lazım. Saat 7-dən sonra ümumiyyətlə qida qəbul etmək lazım deyil. Ona görə də xanım, siz tam müayinə olunsa, sizin əlinizdə o keyləşmənin səbəbini aça bilərsiniz. Yəqin ki, sizdə 100% bu damarların divarlarında keçiciliyi biraz zəifdir. Xüsusən də bu sizdə ən çox periferik damarlardır. Yəni, sizin əlinizdə uyuşma olur, qolunuzda olur, bura təsir edir. Bayaqki kimi, qeyd elədiyim kimi, klimakterik dövrdə orqanizm həddən artıq zərif, incə olduğuna görə həmin anda biz daha həssas oluruq. Təşəkkür edirəm, Alış xanım. Elnur doktor, buyurun. Ümumiyyətlə, sistitlə əlaqədar yaxşı olar ki, uroloqa müraciət eləsin və ilkin sidiyin ümumi analizi olunsun. Ümumiyyətlə, görək ki, orada nə var. Burada profilaktik və müalicə məqsədi ilə urateya çayı istifadə eləmək olar. İkinci zənglə əlaqədar isə onu deyə bilərəm. Hər bir kəsdə bu əldə, yəni milbilək oynağı yaxınlığında quyon kanalı var. Həmin quyon kanalından sinir keçir ki, onun əgər daralması baş verərsə, həmin o sinir hissiyatı pozulacaq. Və biz bilirik ki, bu sinirlərin hərəsi müəyyən hissəni inervasiya edir və inervasiyadan asılı olaraq pozulma müşahidə olunur. Yenə də bu tipli xəstəliklər müalicə olunan xəstəliklər qrupasına aiddir. Yaxşı olar ki, müayinə ilə müalicə ilə yanaşı özü əlavə B qrup vitaminlərindən istifadə etsin. Gün aşırı olmağına əzələ daxilinə yeritmək olar. Yanaşı olaraq da öz təzyiqini nizamlamaq üçün hipertoniya əleyhinə yığıntı və tiakard çayından istifadə edə bilər. Təşəkkür edirəm, Elnur doktor. Elnur doktor, bizim SMS-lərimizdən də var. Mən istəyərdim ki, onlardan da bəzilərini cavablandıraq. Belə ki, məsələn, yazır, salam, mənim 38 yaşım var, təzyiqim tez-tez qalxır, bu nə ilə bağlı ola bilər? Mən istəyərdim ki, bunu bir neçə, yazmır kişidir yoxsa qadındır, ona görə istəyərdim ki, buna bir aydınlıq gətirəsiniz, zəhmət olmasa, nə ilə əlaqədar ola bilər? Biz dəfələrlə demişik, amma yenə də xəstə sual verir ki, nə ilə əlaqədar ola bilər təzyiqin qalxıb enməsi? Buyurun. Həkim nerpatoloqa müraciət eləsin, o dəqiqləşdirib suallar verəcək və müayinəyə əsasən nerpatoloq daha dəqiq biləcək ki, nəyə görə qalxıb enir. Amma bəzən xəstələr olur ki, tipik qadınlar 35-45 yaş ərzində görürsən ki, gəlir təzyiqi gah həddindən artıq krizə qalxır və yaxud da ki, çox aşağı düşə bilir. Yanaşı olaraq da üzlərində flushing, qızartı və özlərində tərləməyə meyilli olması, baş ağrıları ilə müraciət edir. Onların, məsələn, müayinə olunanda böyrəkçisi vəzlərində feoxromastoma olur. Mən o tipli xəstələr çox görmüşəm. Yəni, onlar indi sualı verənlər şamil eləmirəm. Sadəcə olaraq demək istəyirəm ki, endokrin mənşəli təzyiqin oynamasının səbəbini araşdırmaq lazımdır. Təşəkkür edirəm. Zənglərimiz var. Alo. Alo. Aleyküm salam. Həkimə də salamlayıram. Təşəkkür edirəm. Buyuruz xanım, sualınızı verirsiniz. Mədəmdən çox əziyyət çəkirəm, ağırlıqdan, köfdən, şiddətli gəyirilmədən çox əziyyət çəkirəm. Bilmək istəyirəm, mədaltı vəzdə mən analiz verdim qanında, yoxladı. O H7 çıxdı, bilmirəm o nədir. Bir də qanun ümumi analizində amilaza 99 çıxdı, bilmək istəyirdim ki, bu normadırmı? Həkim mənə dedi, elə bir ciddi problem yoxdur, ancaq mən mədə gəyirilməsindən, mədə ağırlığından çox əziyyət çəkirəm, xahiş edirəm. Xanım, neçə yaşınız var? Neçə yaş? Yaş? 40 yaşı var. 40 yaşınız var. Aydın oldu, təşəkkür edirəm zənginiz üçün. İkinci zəngi qəbul edək. Alo? Alo? Alo. Bəli? Salam əleykum, hamıza Aleyküm salam. Geçən verilişlərin birində Elnur doktor bağırsaqla əlaqədar bir xəstəlik adı çəkdi. Bu xəstəlik əməliyyat olunmalıdır. İndi mən bilmirəm, məndə aşağı nahiyədə şiddətli dərəcədə ağrılar olur. Amma siz müayinədən keçməmisiniz. Qusub batırırım. Mən demək analizdən çıxmışam, bağırsağım son dərəcə işlək, normal vəziyyətdədir. Kör bağırsaq isə şişi düşüb çanağa. Bilmək istəyirəm, o cür diaqnoz insana pürüstüf verə bilərmi, qusma verərmi? Məndə şiddətli dərəcədə
köp də var, qaz da var. Yəni Aydın oldu. Aydın oldu. Bilmirəm. Düşüb deyəndə bu ayrılıb düşüb. Yəqin ki, kör bağırsaq şişib də, yəni Şişib düşüb çanağa. Bu nədən? Yəni xanım, yəni ayrılıb düşüb çanağa, qopub düşüb. Yox, qopub düşün. Sadəcə olaraq göstərir ki, şişib, düşüb çanağa. Bu da sənə həkim dedi ki, dəhşətli dərəcədə ağrı verə bilməz. Son dərəcə normal keçən bir diaqnozdur. İndi mən bilmək istəyirəm, mən kolonoskopiyadan keçməliyəm ya yox. Mənim qastrentoloqum mənə dedi ki, sənin nəcisində nə selik var, nə qan var. Ehtiyac yoxdur kolonoskopiya. Mən indi nə etməliyəm? Hansı analizlərdən keçirməliyəm ki, mənim diaqnozum dəqiq bilinsin və mən dərdimə çarə tapım. Sualınız varsa buyuracağız xanım. Xanımda bir dəqiqə, sizdə qadın xəstəliklərində problem yoxdur ki, xanım? Mioma və yaxud kista. Deməli, əvvəldən başlasaq, mən əslində 3 ildir ailəliyəm. Qadın xəstəliklərdə var problem. Əslində, qadın xəstəliklər diaqnozu bu dərəcədə püstür verə bilməz. Məndə borularım tutulub, 2 dəfədə əməliyyat olmuşam. Boru insana qaz verə bilərmi, köp verə bilərmi? Mən sizə izah eləyərəm indi. Buyurun. Onlar fikir etmə. Deməli, belə xəstələr çox müraciət edirlər. Bəzən gastroenteroloqlarla ginekoloqlar arasında qalırlar bu xəstələr. Mənim ilkin fikrim və xanımın deməyinə görə bu uzun müddətli tutaq kista olub və yaxud operativ müdaxilə 1-2 dəfə aparılıbsa, istər-istəməz burada bitişmə əmələ gəlib. Biz spayka-da deyirik də, yəni rus dilində spayka-da adamlar çoxu bunu spayka kimi qəbul edirlər. Sizdə xanım çox güman ki, spayka əmələ gəlib. Bir də sizin o kör bağırsağın belə şişib kiçik çanağa düşməsi biraz belə o mənə biraz belə narahatçılıq yaradır. Hə. Ola bilər o özünün kapsulası var, o bəzən kapsullaşır və elə bir əlamət yaratmır, amma ola da bilər kapsulası olmaz. Allah eləməmiş, peritonit verə bilər. Amma çox güman ki, bu xanımda burada spayka bitişmə var. Yəni o bir neçə dəfə operasiya olunub. Yəqin ki, sağ borularda olub. Bu da apendikis çıxıntısına yaxındır. Hər iki tərəfdə iltihabı proses olanda və burada istər-istəməz o hamısı bir-birinə yapışıq orqanlardır. Yəni onların arasında müəyyən bir birləşmə, bitişik əmələ gəlir, spayka əmələ gəlir və çox güclü ağrılar da verir, köp də verir, nə istəsəz verir bu. Bu mənim ilkin fikrimdir. Təşəkkür edirəm. Elnur doktor, buyursun. Yəni, biraz qaranlıq qalan məsələ oldu. Həmçinin qeyd elədik ki, biz veriliş boyu bir çox xəstəliklərin adını çəkirik və deyim ki, keçən həftə həzm sisteminə əlaqədar olaraq 42-yə yaxın xəstəlik adı çəkmişəm. Yəni, hansının cərrahi, hansının terapevtik olacağını indi yenidən sadalaya bilmərəm. Amma cərrahi göstəriş olan xəstəliklər də var mədə-bağırsaq sistemində, terapevtik müalicəyə tabi olanlar da var. O xəstəliyin diaqnozundan asılıdır. Bu xəstəlik isə qeyd elədi ki, yumurta ağrına əlaqədar belə bir ağrı olmur. Elə dəhşətli dərəcədə ağrı olan var. Məsələn, bir dəfə güclü ağrı ilə bir xanım gəldi və onu sonradan bildi ki, neçə ay saxlayırmış. Over torsiyonu olub, yəni vurulmuş şəkildə gəlib çıxıb, o da çıxarılmalıdır, götürülməlidir. Yəni, əslində haqlıdır ki, qan və selik yoxdursa, kolonoskopiyaya ehtiyac yoxdur deyilən bir şey var, dəqiqliyinə görə deyə bilərəm. Amma yenə də yaxşı olar ki, öz poliklinika cərrahına müraciət eləsin və yaxud da ki, müayinə kağızlarını və daha doğru bir məsləhət istəsə, 561-8501-dən əlaqə saxlaya bilər. Təşəkkür edirəm. Biz isə qısa reklam fasiləsinə ayrılıq. Əziz tamaşaçılar, çarədən ayrılmayın.